Bizə dedilər ki, yanacaq yoxdur. Mən heç bilmirdim ki, Hayqazovda benzin var. Մարդիկ մոտենում էին բենզին։ Adamlar gəlib qazı doldurub gedirdilər. Իրենք վերցնում էին եւ գնում։ Xəstəxanaya girən kimi anladım ki, sağ qalmaq möcüzədir. Orada bir dənə də olsun yanmamış adam görmədim. Alovlar ayaqlarımın altından qalxırdı. Elə bilirdim ki, partlayışa görədir. Փորձում էին Ayağa qalxmaq istəyirdim, amma bacarmırdım. Ailəm, uşaqlarım gözümün qabağına gəldi. xաներս Deyirdilər, bizi xilas edin, bu ağrıya dözə bilmirik, bir də vurun bizə, 2 vurun. Uşağım yoxdur, dedilər. Mən ağrıdan qışqırmırdım, uşağımın yoxluğuna görə qışqırırdım. 218 nömrəli meyit idi. դա Bu yəqin ki, ömrümün sonuna kimi bizimdə olacaq. Elə bir his keçirirəm ki, sanki sabah yenidən onunla görüşəcəyəm.